Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin təşkil etdiyi 4-cü Avropa Türk Media Zirvəsi Almaniyanın Gelsenkirchen şəhərində baş tutub. Yençağaz xəbər verir ki, tədbirdə Almaniya və Türkiyədən yüksək səviyyəli rəsmilər, millət vəkilləri, media rəhbərləri və ictimai xadimlər iştirak ediblər. İştirakçılar arasında Türkiyənin Düsseldorfdakı baş konsulu Ali İhsan İzbul, AK Parti sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr üzrə rəhbər Professor Doktor Kürşad Zorlu, CHP millət vəkili Ali Öztunç, İyi Partiyanın Türk Dünyası və Xarici Təşkilatlanma rəhbəri Ayyucə Türkeş Taş, Yaşlılar Partiyasının Şimali Reyn və Stavya vilayəti üzrə deputatı Gönül Eğləncə, Xristian Demokrat İttifaqı Bermen parlamentinin üzvü Oğuzxan Yazıcı, Almaniya Sosial Demokrat Partiyasının federal millət vəkilləri, Türksoy baş katibinin müavini Sayit Yusif, Eko-Avrasiya Vakfının sədri Hikmət Eren, Şimali Kipr Hakikat qəzetinin baş redaktoru Professor Doktor Güvən Arıqlı, Türk Dünyası Vətəndaş Cəmiyyəti və Əməkdaşlıq Dərnəyinin sədri Kemal Kurnaz, Hollanda Türk Evinin rəhbəri Veys Güngör, Türk İnternet Media Birliyinin Xarici Əlaqələr Şurasının sədri və Azərbaycan Yeni Çağ Media Qrupunun rəhbəri Agil Ələskər, Türkiyə və Uyum Araşdırma Mərkəzinin direktoru Professor Doktor Halil Uslucan, Eskişehir Anadolu Universitetinin rektoru Yusif Adıgüzəl və digər ictimaiyyət nümayəndələri də yer alıb. Rəsmi çıxışlardan sonra zirvə panel müzakirələri ilə davam edib. Zirvənin birinci oturumunda Avropada türk dili medianın mövcud vəziyyəti, maliyyə imkanları, süni intellektin və sosial medianın təsiri müzakirə olunub. Birinci hissədə Belçikada fəaliyyət göstərən Gündəm B xəbər portalının baş redaktoru Hüseyin Dönməz, Böyük Britaniyada nəşr olunan Avropa qəzetinin baş redaktoru Vatan Öz, Hollandiyada fəaliyyət göstərən Beynəlxalq Jurnalistlər Cəmiyyətinin nümayəndəsi Özcan Özbay, Almaniyada yayımlanan Kanal Avropa televiziyasının təmsilçisi Ali Çalışqan, TRT Almaniyanın nümayəndəsi Ramazan Aktaş, Avstraliyada fəaliyyət göstərən Avstraliya Gündəmi platformasının proqram hazırlayanı Adil Elmas və İsveçrədə çalışan jurnalist Levent Karaağac çıxış ediblər. Onlar Avropadakı türk mediasının qarşılaşdığı struktur problemlərindən, rəqəmsal transformasiyadan və yeni media mühitinin yaratdığı çağırışlardan danışıblar. İkinci oturum isə diasporda medianın rolu mövzusuna həsr olunub. Burada Avropada türk icmasının cəmiyyət qarşısındakı məsuliyyəti, milli kimliyin qorunması və medianın birləşdirici funksiyası geniş şəkildə təhlil edilib. Müzakirələrdə Eko-Avrasiya Vakfının sədri Doktor Hikmət Eren, TRT Türk'ün baş koordinatoru Bülent Ata, Almaniyada fəaliyyət göstərən Türkiyə qəzetinin köşə yazarı və sosioloq Ali Kılıç Arslan, Şimali Kiprdə nəşr olunan Hakikat qəzetinin baş redaktoru Professor Doktor Güvən Arıqlı, Hollandiyada Hollanda Türk Evinin rəhbəri, yazıcı və şərhçi Veys Güngör, Almaniyada yayımlanan Kanal Avropanın şərhçisi və jurnalisti Ahmet Ozay, Azərbaycan Yeni Çağ Media Qrupunun rəhbəri Agil Ələskər və Almaniyada nəşr olunan Sabah qəzetinin baş redaktoru İsmail Eren çıxış ediblər. Çıxışlarda diaspor mediasının həm milli dəyərlərin qorunmasında, həm də Avropa cəmiyyətinə inteqrasiyada mühüm rol oynadığı xüsusi vurğulanıb. Zirvə mükafatlandırma mərasimi ilə davam edib. Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Ali Paşa Akbaş sonda bildirib ki, artıq 4-cü dəfə keçirilən zirvə Avropa Türk diasporasının güclənməsinin göstəricisidir. Onun sözlərinə görə 60 ildən artıq miqrasiya tarixinə malik olan və sayı 6 milyonu keçən türk icması artıq Avropada daimi diasporaya çevrilib. Akbaş vurğulayıb ki, məqsəd Avropa ilə yanaşı Azərbaycan və Kiprdən olan media nümayəndələri ilə bir araya gələrək ortaq problemləri müzakirə etmək və daha güclü funksional media mühiti formalaşdırmaqdır.